Salam, sabahınız xeyirli olsun əziz tamaşaçılar. Azərbaycan televiziyasının efirində telesəhəri izləyirsiniz. Yeni həftədə, yeni gündə əziz həmkarımla yenidən sizin qarşınızdayıq. Bugün də sizə bir-birindən maraqlı mövzuları təqdim edəcəyik. Odur ki, yaxın 3 saat ərzində diqqətiniz bizdə olsun. Mən sizə vaxt itirmədən əziz həmkarımı salamlamaq istəyirəm. Salam, sabahın xeyir olsun. Sabahın xeyir olsun İlham. Mən də öz növbəmdə dəyərli tamaşaçılarımızı salamlayıram və yeni həftə hər birinizə uğurlu, düşərli olsun deyirik əziz tamaşaçılar. Əslində artıq mayın ortasına yaxınlaşdıqca hava daha tez işıqlanır və artıq may ayının bazar ertələri daha rahat formada keçir. Əhvalımız yüksəkdir, pozitiv, məhsuldarıq və elə çalışacaq ki, bu pozitiv enerjimizi sizə də ötürək və may ayı əslində planlarımızın icrası üçün də ideal bir aydır. Bir çoxumuz elə ola bilər ki, məsələn, yeni işlə bağlı müxtəlif təkliflər alsın və yaxud da mövcud vəziyyətlə iş təkliflərini dəyərləndirsin. Bəzilərimiz isə artıq yeni ev almağa tələsir, amma belə bir sual meydana çıxır ki, yeni tikililərə üstünlük verək, yoxsa köhnə mənzillərə müraciət eləyək və insanlar arasında bir qədər hətta inamsızlıq da formalaşır. Odur ki, diqqətli olmaq lazımdır ki, yeni mənzilimizdə də ancaq problemsiz və xoş günlər yaşayaq. Bəli, günümüzün mövzusu budur. 050 245 37 17 bizim WhatsApp nömrəmizdir və sizdən gələn fikirləri gözləyirik tamaşaçılar. Biz də efir vasitəsilə həmin fikirləri səsləndirəcək və həmkarımla fikir mübadiləsi aparacaq.